canım vətəndə. Böyüdən ürəyimdir, vətən sənin sinəndə. Vətən uzaqda deyil, vətən daha yaxındır. Sən bu elin oğlusan. Nihat bəy, gəlin hər şeyi başdan danışaq. Naxçıvandan Bakıya, Bakıdan isə Lüksemburqa gələn yolu danışaq. 94-ün dekabrın 28-də Bakıda anadan olmuşam. Ondan sonra orta məktəbi Bakı şəhərində 282 sayılı məktəbdə, ondan sonra Dədə Qorqud liseyində bitirdikdən sonra təqribən 13 yaşından etibarən başqa ölkələrə səyahətlər başlayıb və ilin çox böyük hissəsini başqa ölkələrdə keçirməyə başlamışam. Nə ilə bağlı başlayıb səyahət? Mən özüm biomühəndisəm. O vaxtdan Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil etmişəm və onunla belə başlayıb mənim Yaponiyaya, Koreyaya, Nigeriyaya, Türkiyəyə, Rusiyaya, Kanadaya olan səyahətlərim. Birinci hansı ölkəyə getdiniz? İndi yadımda qalan, ən azından ən təsirli olaraq yadımda qalan Yaponiya idi. O zaman mənim 13 yaşım var idi ilk Yaponiyaya gedəndə. Amma ondan sonra ən xoş xatirələrimizin olduğu Koreya idi. Koreyada mən Azərbaycan adına Beynəlxalq Biologiya Olimpiyadasından ən cavan medal alan dünya üzərində adam olduqdan sonra demək olar ki, bütün qapılar həm öz dövlətimizdə, həm dünyada üzümüzə açıldı. Və Hansı medal almışdınız? mən o olimpiyadadan bürünc medal almışdım. Bir neçə olimpiyadalardan qızıl, bir neçəsindən gümüş medallarım var idi. Həm lisey vaxtında, orta məktəb vaxtında, həm universitet vaxtında, universitet vaxtında 2 dəfə biomühəndislik üzrə dünya birincisi olmuşuq. Öz komandamızla bir yerdə Estoniyada oxuduğum zamanlarda. İlk təhsilimi Toronto Universitetində almışam, dövlət proqramı sayəsində. Ondan sonra ikinci təhsilimi Estoniyada biomühəndislik robotika üzərinə, üçüncü təhsilimi Amerikada Notre Dame Universitetində kök hüceyrəsi mühəndisliyi sahəsində. Bir ömür boyu oxumusunuz. Hələ də davam edir, inanırsınız. İndi son pilləsini Lüksemburqda davam elətdirirəm, üz dərisi üzərinə. Nə vaxt qərar verdiniz ki, Azərbaycana qayıtmayasınız? Mənim elə bir qərarım yoxdur. Mən həmişə Azərbaycana qayıdıram da. O mənada soruşmuram. Yəni bir dəfəlik xaricdə qalmaq. Bu proses necə başladı? Olimpiyadalara getdiniz, bəs nə vaxtdan artıq xaricdə yaşadınız? Məncə o medal artıq hər şeyi necə deyirlər, Açar oldu. həm açarı oldu, həm bağladı. Bir yerdən sonra Azərbaycanda ən azından o vaxt təhsil sisteminin mənə qatacağı bir şey qalmamışdı. O yüzdən həm dövlət, həm ailəmiz, həm məktəbimiz bir yerdə qərar verərək, həm təbii ki, özüm də qərar verərək daha yaxşı inkişaf eləməyim üçün ən yüksək universitetlərə getməyimiz lazım olduğunu qərar verdik və o vaxtdan başladı. 2010 deyərəm, 2010-cu ilin iyul ayından artıq hər şey qərarlaşdırılmışdı. Yaşamağa başladınız. Xarici ölkələrdə ona görə deyirəm ki, siz həm Lüksemburqda yaşayırsınız, həm də başqa ölkələrdə də işləriniz var. Onlar haqqında danışarsınız. Necə oldu ki, Yaponiya, Amerika, Kanada bu ölkələrdən sonra qərarınız Lüksemburq oldu? Fərq nə idi? Fərq bizim üçün biznes idi. Yəni dediyim kimi mən biomühəndisəm. Dəri üzərində biomühəndisliyim gedir. Əvvəllər ürək toxuması biomühəndisliyi ilə məşğul olmuşdum. Bir neçə patentlərimizdən sonra öz şirkətimizi qurmağa qərara gəldik və mənə ən uyğun gələn, biznes cəhətdən ən mədəni sahəsi olan yer Lüksemburq idi. Son iki ölkə arasında qalmışdıq, Koreya və ya Lüksemburq qərar verərkən. Oturub düşünəndən, bir neçə yerlə və dövlətlə danışandan sonra Lüksemburqda qərar tutduq və buraya köçdüm. Kimlərlə bərabər işləyirsiniz, deyirsiniz ki, qərarımız oldu? Təbii ki. Azərbaycanlılar varmı komandamızda? Təbii ki var, təbii ki var. Mənim iş ortaqlarımdan bir neçəsi Azərbaycan. Belə deyək, şirkətin sahibi olaraq 3 ortağıq, ikisi Azərbaycanlı, biri mən, biri Sərxan Bədirli, digəri də professor Lüksemburq Universitetində işləyən. Azərbaycanlılarla bərabər qurmusunuz şirkəti? Şirkəti ilk olaraq, ideya olaraq mən qurdum. Mən qurandan sonra mənim köhnə uşaqlıq dostum və başqa bir Azərbaycanlı Sərxan bəy ilə danışdıq. O qoşuldu və şirkəti ortaq ərsəyə gətirdik. Şirkət bir neçə ölkədə, sadəcə burada deyil. Şirkətimizin adı Glacier Biome-dur və ya fransız dilində desək Glacier. Biz üz dəri baxımı, dəri qulluğu bu sahələr üzərində gedirik. Və
sadəcə dəri baxımı da deyil, üzünüzdə ola biləcək bütün problemlərin öncədən aşkarlanması və nə lazımdırsa edilməsi sahəsində. Bunu edərkən iləri gələn texnologiyaları çox istifadə edirik. Mikrobiom texnologiyası deyirlər. Mikrobiom üzünüzdə olan bütün bakteriyalar. Biz bunları sekanslayırıq. Ondan sonra süni intellektlə əldə etdiyimiz dataları götürürük və ətraf mühitdən, ətrafın nəmliliyi, temperaturu, altitudu hamısını bir yerə qoyduqdan sonra qərarlarımızı veririk. Və şirkətin ərsəyə gəlməsi özünüz bilirsiniz, təkcə quruculardan asılı olan bir şey deyil. Bizə bir çox dəstək gəlir. Azərbaycanda məsəl üçün mənim yaxın dostum Elmidar var, Elmidar Şirinzadə. Azərbaycan operasiyalarında o bizə kömək edir. Özümüz Azərbaycana tez-tez gedib gəlirik. Miamidə, Avstriyada, Viyanada, Milanda, Panamada, Peruda, bir çox fərqli ölkələrdə artıq ürünümüz satışdadır və tez bir şəkildə yayılmağa başlayır. Azərbaycanda da var. İyun ayından başlayaraq Azərbaycanda var. Burada hansı dili daha çox istifadə edirsiniz? Mən özüm fransız və ingilis dilini. Lüksemburg. Mən özüm öz dillərini və alman dilini bilmədiyim üçün sadəcə fransız və ingilis dilini istifadə edirəm. Lüksemburg bir neçə bölgəyə ayrılır. Fransız dili hamının bildiyi dildir. Fransız dilini bilməyən yoxdur. Burada yaşamaq istəyirsənsə fransız dili önəmlidir. O yüzden onu çox istifadə edirik. Lüksemburg dili alman dilinə çox bənzər bir dildir. Sadəcə Lüksemburgluların özləri danışır və Lüksemburgda Lüksemburgluların özlərini tapmaq da çox çətin bir məsələdir. Çox azdılar və özləri də çox zaman fransız dillərində və ya alman dilində danışırlar. Ona görə ilkin mərhələdə fransız dili ən önəmli dil olaraq gəlir. Amma bu qədər vaxt keçib, bu qədər illər keçib Azərbaycan dilində də çox yaxşı danışırsınız. Biz xarici səfərlərimizdə öz soydaşlarımızla Həmvətən Uzaqda Deyil proqramında, həm səfərlərimizdə Azərbaycan dilində danışanda, onların Azərbaycan dilində necə gözəl danışdığını görəndə qürurlanırıq. Çox sağ ol. İnsan öz dilini unutmur məncə. Hansı dildə düşünürsünüz? Böyük ehtimal ingilis. 90-95% ingilis, qalanı qatışıq. Uğurlarınız nə ilə bağlıdır sizcə? Şansınız gətirdi, yolunuzu düzgün cızdınız, valideynləriniz sizə daha yaxşı yol göstərdilər, yoxsa təsadüf sizin həyatınızı dəyişdi? Mən təsadüfə inanmıram açıqçası. Təsadüfə inanmıram, amma insanlara inanıram. Mənim həyatımı dəyişdirən bir çox insan olub. Bu insanlardan təbii ki, bir neçəsi öz valideynlərim idi. Öz anam, atam, onların dəstəyi olmadan heç bir şey eləyə bilməzdik. Öz müəllimlərim, dövlətdə olan bir neçə insan. Mənə elə gəlir ki, hər zaman işlər necəsə çətin bir vəziyyətə gələndə, yəni təsadüf deməyək də, mənə lazım olan insanlar ortaya çıxırdı və mənə verməyə, necə deyim, məcbur olmadıqları dəstəyi verdilər. Bu dəstəyə görə də mən çox qabağa gedə bildim. Təbii ki, insan da şansa hazır olmalıdır. Hər şans əlinizə gələndə ona hazır deyilsə, o ikinci dəfə çox vaxt gəlmir. Mən də, necə deyim, o şansları götürməkdə öz üzərimə düşəni elədim. Ondan sonra gerisi sadəcə həyat. Dünya heyran bu şirin Vüqarlı doğma sözə 50 milyon insanı qovuşduran möcüzə 50 milyon soydaşın Azərbaycanda deyilsiniz, amma şirkətinizi Azərbaycanlılarla qurmusunuz. Xaricilərlə işləmək asandır, yoxsa Azərbaycanlılarla? Necə oldu ki, xaricdə ola uzun müddət, ümumiyyətlə həyatınız Azərbaycanla bağlı deyil, sərhədlərdən kənarla bağlıdır, amma işinizin içindəkilər yenə Azərbaycanlılar. İşimizin içindəkilərin az bir faiz Azərbaycanlılardır. Şirkətin əsas qurucularından ikisi Azərbaycanlıdır, mən və Sarxan bəy. Və bizə dəstək verən Elmidar var, təbii ki, deyirəm, Orxan var, başqa adamlar. Ancaq şirkətin böyük hissəsi xaricilərdir. Çünki dediyimiz kimi, vətəndən xaricdə yaşayanda insanları öz qabiliyyətlərinə görə seçmək durumundasınız, haralı olduqlarına görə yox. Təbii ki. Və bizə də Lüksemburgda qabiliyyətli Azərbaycanlı tapmaq təbii ki, nisbətən daha asandır bizim diasporamıza görə, ancaq axtara bilmirik. Bizə gələnlər fransız, Lüksemburg, alman heç bir fərq eləmir. Sizin sualınıza gələndə, mən Sərxanı 17 ildir tanıyıram. Onunla işləmək mənə təbii ki, asandır. Ancaq belə baxanda fərq görməmişəm, yox.
İnsan qabiliyyətli, insan mədəni olandan sonra onunla işləmək də asan olur. Bütün millətlərlə işləmişik indiyənə qədər mənim iş həyatımda. İndi də işləməyə davam edirik. Ancaq adamın özünə də bir balaca xoş gəlir təbii ki, azərbaycanlılarla işləyəndə. Çünki öz dilini danışa bilirsən, öz zarafatlarınızı eləyə bilirsiniz. İnsan elə bil öz evini yadına salır. Ancaq başqa tərəfdən baxan, iş cəhətdən baxanda heç bir fərqi yoxdur mənə. Çox böyük uğur qazanmış bir türk iş adamına sual verdilər ki, necə olur ki, siz 20 ildir eyni komanda ilə davam edə bilirsiniz? O da cavab verdi ki, mən ürəyi təmiz adamları seçirəm. İnsanlara iş öyrətmək mümkündür, amma ürəyi təmiz olmayan adamın ürəyini yaxşı eləmək mümkün deyil. Sizin standartlarınız nədir? Mən razılaşıram. Təbii ki, o iş adamlar bizdən çox daha iləridədir indidən. Biz onlardan öyrənməliyik, onlardan dərs götürməliyik. Bizdə ürəyi təmiz hissəsinə mən baxmıram. Mən biraz daha çox məntiqli, biraz daha soyuq bir insan olduğuma görə o qərarları mən verirəm. Çünki özünüz bilirsiniz, biznesdə bəzən çətin qərarları da vermək lazımdır. Amma düzgün insanlarla işləmək önəmlidir və ən böyük şey zərəri fərq elədiyiniz anda o zərərdən dala qayıtmalısınız. Gözləyək daha yaxşı olsun mənim anlayışımda yoxdur. Əgər bir şey işləmirsə, əgər bir şeyin mən gələcəyini görmürəmsə, burada ısrar etməyə ehtiyac yoxdur. Lüksemburqda gəlmələr çoxdur. Yəqin ki, burada diskriminasiya yoxdur. Qəti şəkildə yoxdur. Heç bir dəfə belə görməmişəm. Amma mənim üçün fərqlidir. Mən dedim ki, 13 yaşımdan xaricdə böyüdüyüm üçün artıq məndə o hisslər qalmayıb. Hərdən eşidirəm. Bəzi insanlar çətinlik çəkir dost tapmaqda, yoldaş tapmaqda və ya uyuşmaqda. Mənim üçün heç bir elə bir problem olmur. Bir də dil bariyeri var. Dili biləndən sonra qapılar daha çox açılır. Fransız dilini bilmək kömək eləyir. Həmişə düşünmüşəm ki, həyatda mənim çox bəxtim gətirib insanlar cəhətdən. Pis insan qabağıma çox çıxmır. Azərbaycan bazarını araşdırmısınız öz məhsullarınıza görə? Təbii ki. Azərbaycan bazarını biz tək araşdırmırıq. Azərbaycan bazarını biz partnyorlarımızla bir yerdə araşdırırıq. Partnyorlarımızla birlikdə qərar veririk, həm marketinq strategiyasına, həm hansı klinikalarda olacağına, hansı insanlarda. Özünüz bilirsiniz ki, Azərbaycanda estetika bu dəqiqə körpü altı necə deyim, səviyyəsinə də bir ara enmişdi. İndi çıxarmağa çalışırlar, onun regulyasiyaları daha çox artıb. Dövlət daha çox üstünə düşür, sertifikatsız, təhsilsiz insanların əlindən alır. Biz də özümüz ilk Azərbaycana girəndə ən önəmlilərdən biri oydu ki, brand image deyirlər. Brandin elə yerlərdə yox, daha üst səviyyəli, öz məhsuluna layiq yerlərdə olmasına çox diqqət edirik. Azərbaycana gedib gəlirsiniz? Bəli, bəli. Hər il gedib gəlirsiniz? Hər 2-3 aydan bir gedib gəlirəm. Tez-tez gedib gəlirsiniz və elə o məqama toxunmaq istəyirəm ki, biz də xarici ölkələrə işimizlə bağlı çox gedib gəlirik və Azərbaycandakı mənzərəni heç bir yerdə görmürük. Bir-birinə bənzəyən insanlar, yəni estetik əməliyyatların çox qəribə fəsadları, mən buna pis, yaxşı demək istəmirəm, amma mən pis deyə bilərəm. Pis deyirsiniz, yəni özünü dəyişməyə meyil daha çoxdur, hamı bir-birinə bənzəməyə çalışır. Mən Miami'dən gəldim keçən ay, eynidir. Bir fərqlik var, insanlar özlərinə daha çox diqqət edirlər, idmanı olsun, yaşam tərzləri olsun. Təbii ki, burada maddi cəhətdən də daha imkanlı olduqlarına görə o da kömək eləyir. Ancaq Azərbaycanda bu estetik cəhətdən sürü mentaliteti həm bizə sərf eləmir şirkət olaraq. Çünki insanlarda elə bir duyğu yaranır ki, estetik problemləri, dəri problemlərini, gözəllik problemlərini belə bir şəkildə həll eləmək olar. Ki bu mümkün deyil. Mümkün olsa da bunun fəsadları daha çoxdur. Bizim yaxlaşımımız necədir? Biz önümüzdəki 6 ay içində üzdə baş verə biləcək dəyişikliklərə baxırıq və bu dəyişiklikləri necə tənzimləyə biləcəyimizə baxırıq. Sadəcə üzün bir təbəqəsinə yox, üzün 3 təbəqəsi var. Stratum corneum, epidermis, dermis. Biz üçünə də baxırıq və bunların hansının yaralı olduğunu, bunu necə düzəldə biləcəyimizə, hansı yoldan düzəldə biləcəyimizə və düzəldərkən bunun doğrudanmı effekt verib vermədiyinə də baxırıq süni intellektlə. Buna görə də biz insanları artıq maarifləndirməyə başlayırıq ki, hər şeyin cavabı iynə vurmaq deyil, hər şeyin cavabı üzə bir şey batırmaq deyil. Bu sizə bir aylıq bir yaxşı nəticə versə də... Fərdi maarifləndirmədən sonra... Təbii ki, fully personalized bizim şirkət, necə deyirlər, tamamən fərdidir və nəticələr, bizim sizə verdiyimiz rekomendasiyalar, hamısı tam fərdidir. Yəni, A insanından B insanına
100% dəyişiklik göstərir və 6 ay içində də biz görürük ki, onlar necə dəyişir. Azərbaycana gedəndə, yəni bu mənzərəni görəndə bir-birinə bənzəyən qadınlar, bir-birinə bənzəyən burullar, bir-birinə bənzəyən dodaqlar, hansı hissləri keçirirsiniz? Mən ona fürsət olaraq baxıram. Niyə fürsət olaraq baxıram? Əgər bu qədər effekt verməyən bir şeyə bu insanların xərcləyəcəyi pulu varsa, bizim texnologiyanın super effektiv olmasıyla, deməli biz onlarda yeni bir gəlir mənbəyi yaratmağa ehtiyac yoxdur. Zaten bu gəlir mənbəyi orada var. Sadəcə onlara başa salmalıyıq və göstərməliyik ki, üzünüzü bir təhər ala salmadan da çox gözəl görsənə bilərsiniz, çox sağlıqlı görsənə bilərsiniz. Ona görə bir tərəfdən təbii ki, bir bəy olaraq mənim xoşuma gəlmir. Ancaq bir biznesmen olaraq, yəni pis bir mənzərə deyil bizim üçün, ən azından fürsətdir. 3 il sonra yenə eyni mənzərə ilə qarşılaşsaq və bizim elədiyimiz texnologiyada heç kim istifadə eləməsə, yenə sadəcə iynəyə yönəlsələr, o zaman bizi narahat edir. Bu dəqiqə bizim üçün böyük fürsətdir. Azərbaycanla bağlı kəşkiləriniz varmı? Kaş bu əmək haqqı Azərbaycanda olaydı. Kaş bu texnologiya Azərbaycanda olaydı. Kaş ki rəqabət olardı. Necə rəqabət olardı? Düzgün rəqabət olardı. Belə şirkətlər olardı və biz o şirkətlərlə rəqabətə girərdik ki, onlar da bizi motivə eləyərdi daha yaxşı olmağa. İndi biz bu rəqabəti xarici şirkətlərdən alırıq. Mənim bildiyim yer xaricdə olduğuna görə oranın kəşkiləri var. Əgər soruşursunuzsa eyni maaşlar və eyni fürsətlər Azərbaycanda olsaydı mən full time, yəni tam zamanlı Azərbaycanda yaşayardım, yox. Mən düşünmürəm ki, mən tam zamanlı heç bir ölkədə yaşaya bilərdim dünyada. Uşaq vaxtından o qədər gəzdikdən sonra. Ancaq işlərimizin daha tez getməsini istəyərdim Azərbaycanda. Biraz dokumentasiya cəhətdən və ya insanları maarifləndirmək cəhətdən. Bu biraz vaxt alan məsələlərdir. İstəyərdim ki, bütün bu maarifləndirmək kaş ki bizim üzərimizə düşməsəydi. Kaş ki bizim TV kanalları olsun, bizim mətbuat olsun, bizim dərslər olsun, insanları daha yaxşı bu cəhətdən maarifləndirə bilsəydik, süni gözəllik deyil də qalıcı gözəlliyə önəm verməyi başa sala bilsəydik və məncə də başa sala bilirik. Yeni nəslin gəlməsi ilə artıq artır. Sadəcə buradan da insanlara demək istəyirəm ki, bir aylıq yaxşı görsənməyin bəzən bədəli 10 il daha pis görsənmək və ya problemlər ola bilər. Sizcə ən yaşamalı ölkə haradır? Lüksemburq və İsveçrə arasında qərar vermişəm mən. Ya Lüksemburq və ya İsveçrə. İndi İsveçrədə Zug şəhərində ofisimizi açırıq. İsveçrə ilə Lüksemburq arası mənim üçün bura. İsveçrə biraz daha ağır basır bir yerdən sonra. Mən soyuğu sevən insanam, çox soyuğu sevən insanam. Lüksemburq bugün də gördüyünüz kimi 30 dərəcəyə çıxdı. Normalda belə olmur, amma bugün çox istidir. Mənə o biraz çətin gəlir. Çox isti deyil. Təbii ki. Normal gəldi. Mənə görə çox istidir. Mən Kanadada oxuyanda -40-a qədər temperaturlar düşürdü. Estoniyada oxuyanda eyni şəkildə. Ona görə dağlıq əraziyə və ya daha qarlı əraziyə biraz daha yaxın olmaq mənə işi bir kənara qoysaq daha çox xoşuma gəlir. Ancaq Yaponiya, Lüksemburq və İsveçrə arasında bu cavabı gedib gələrəm. Tam cavab verə bilmərəm böyük ehtimal. Uğur qazanmaq, şanslı olmaq, bunun üçün nə etməlidir gənclər? Çox ağır sualdır. Düşünmürəm ki, mən bu sualın cavabını özüm bilirəm. Niyə? Bir çox mərhələlərdən keçmişik, bir çox sınaqlardan keçmişik və hələ də biznes cəhətdən o sınaqlardan keçirik. Mən desəm ki, bir dənə formula, bir dənə resept var bunun üçün, yalan demiş olaram. Amma verəcəyim ən böyük tövsiyə olar ki, şans gələcək, ancaq şansın gəlməyinə hazır olmaq lazımdır. Heç gözləmədiyiniz zaman da gələ bilər. Bəzən də gəlməyəndə artıq özünüz yaratmalısınız o şansı ki, ta gəlmirsə oturub gözləməyin də ehtiyacı yoxdur. Ya yolu dəyişmək lazımdır, ya da baxış açısı dəyişmək lazımdır. Deyirlər ki, bəzən uğur şansın çox ötəsindədir. Sən onun üçün çalışmalısan. Razıyam. Şans qapını açır. Qapını bu qədər açır. Qapını tam aralayıb içindən keçmək artıq bizə qalan bir şeydir. Ətrafımızdakı insanlar. Ətrafınızı yaxşı seçin məncə. Dostlarınızı, biznes partnerlərinizi, oturub durduğunuz insanları, sizi qabağa aparacaq insanlar olmalıdır. Sizi dala aparacaq yox. Bunların hamısı təbii ki demirəm. Bu yaşda gedib şirkət sahibləri ilə oturub durun hər zaman. Ancaq
bir hissəsi elə də olmalıdır. Bir hissəsi sizdən bir şey öyrənə biləcəyi insanlar olmalıdır. Bir hissəsi sizin onlardan bir şey öyrənə biləcəyiniz insanlar olmalıdır. Bir hissəsi də açıq şəkildə bir-birinizlə razılaşmayıb bir-birinizi qabağa aparacaq insanlar olmalıdır. Yəni sizin hər dediyinizə hə deyən bir insan sizi çox qabağa aparmaz və onun hər dediyinə sizin hə deməyiniz sizi yenə qabağa aparmaz. Eyni cür düşünən insanlar varsa, deməli ortada fikir yoxdur. Təbii ki. Ona görə uyğun insanları tapmaq önəmlidir məncə. Bu Azərbaycanlı olar, yaşadığınız ölkədəki insanlar olar. Ancaq tapmaq önəmlidir o insanları. Harda məskən salsan, gönlün canın vətəndə. Böyüyən ürəyindir, vətən sənin sinəndə. Vətən uzaqda deyil, vətən daha yaxındır. Sən bu elin oğlusan, vətəninə yaxındır. Vətəninə Gitara çalmağa nə vaxtdan həvəs göstərmisiniz? Uşaq vaxtından bunu anama soruşsanız həmişə deyəcək. Ancaq təqribən 12-13 yaşında o zaman lisey vaxtlarında gitara çalırdım. O təhsilə görə, idmana görə ondan başqa yerlərə doğru yönəldik. Axırıncı dəfə yenə Yaponiyaya qayıdacağıq. Yaponiyaya qayıdanda Yamaha brend mağazininə gedəndə orada artıq mənim gözümə çox xoş gələn, uşaqlıqdan bəri necə deyim, həmişə xəyalını qurduğum gitarını görəndə çox dayana bilmədim, onu aldım təqribən 1 il əvvəl və başladıq çalmağa dostumla bir yerdə, sonra balaca bir qrup qurmağa başladıq. O bas gitara çalır, mən gitara çalıram, biz də bir yerdə bazen percussion, drum deyirlər, onu çalan insanlar və bir dənə vokalistimiz yoxdur. Heç birimizin də səsi yaxşı olmadığına görə sadəcə musiqili, instrumental çalırıq bu dəqiqə. Görək, gələcəkdə bir vokalist da tapsaq lap əla olacaq. Ananız sizi evləndirməyə çalışır, deyir, gəl bir Azərbaycanlı qızla evlən. Bir çox analar kimi. Mənim anam həmişə mənə dəstək olur. Nə qərar verir, həmişə arxasında durub və mən də ondan da məsləhət alıram. Qərar verəndə də onunla da danışıram. Və düşünürəm ki, o hər zaman ola biləcək bir şeydir. Ancaq bu şanslar, xüsusən də biznesdə şanslar hər zaman gəlməyəcək bir şeydir. Ona görə bu dəqiqəki öncəliyimiz bizim bu şirkəti yaxşı bir yerlərə gətirməyimizdir. Ondan sonra baxarıq. Azərbaycanlı qız yoxsa xarici? Baxacağıq, görək qabağımıza kimi çıxır. İnsanı doğru seçmək lazımdır. Şirkəti təzədən aça bilərik. Və bir iz qoymayacaq bizə. Hətta böyük ehtimal daha yaxşı yerlərə gətirəcək, çünki təcrübəmiz olacaq. Ancaq ailədə o səhvi eləmək yaxşı nəticələrə gətirib çıxarmır ilk başda. Ona görə çox düşünmək lazımdır və insanın vaxtı olması lazımdır. Mənim bu dəqiqə ona görə vaxtım olmadığına görə sadəcə şirkət üzərinə. Şirkət də istədiyimiz yerlərə gələndən sonra təbii ki, hamının öz ailəsi olmalıdır. Ortağımız Sərxanın öz ailəsi var, 1 yaşlı uşağı var. Ona görə o demək deyil ki, ailən varsa şirkət üzərinə gedə bilmirsən, ancaq balanslaşdırmaq daha çətin hala gəlir. Bəzi insanlar onda daha yaxşıdır. Mən düşünmürəm ki, mən o səviyyədə balanslaşdıra bilərəm. O yüzden çünki mən bir şey eləyəndə çox yaxşı eləməyə çalışıram. Vətəninə yaxın